Bu dərsimizdə HTML haqqında öyrənməyə davam edirik. Birinci alt başlığımız olan HTML sənəd strukturu. Biz keçən dərsimizdə bir HTML səhifəsi yazdıq. Hətta bu HTML səhifəsini live server istifadə edərək brauzerdə açdıq və həmin səhifə ilə tanış da olduq. Gördüyünüz kimi belə bir səhifə görsənir. Lakin bu bir növ doğru kod deyil. Çünki daima webdə müəyyən inkişaf olur və müəyyən yeni standartlar gəlir. Bu standartların gəlişi ilə bərabər o standartları qeyd etmək lazım olur. Bəzən yeni gələn standart susmaya görə elə standart olduğu üçün qeyd etmək məcburi olmur. Köhnə standartları istifadə etdiyimiz zaman qeyd etməli oluruq. Bəzənsə yeni standartları da qeyd etməli oluruq. Burada gördüyünüz bu kodlar və ya elementlər bir növ HTML-də bir səhifənin strukturu necə olmalıdırsa onu göstərir. Gəlin indi kod editorumuzdakı bu səhifəni, bu kodları doğru formata çevirək və HTML strukturunu bura əlavə edək. Bunun üçün mən əvvəlcə ən yuxarıya qalxıram və burada müəyyən qədər boşluq qoyuram və strukturu qurmağa başlayıram. Əvvəlcə burada gördüyünüz bu kodu yazmağımız lazımdır. Bu sətrin olması sənədin HTML 5 olduğunu göstərir. Yəni bir növ biz bu kodu yazmağa məcburuq ki, biz bu səhifədə HTML5-i istifadə etdiyimizi bildirək və brauzerdə ona əsasən bu səhifəni render eləsin. Gəlin bu sənədi yazaq. Müəyyən hazır formada kodları istifadə etmək də mümkündür. Yəni bu strukturu birbaşa burada 1-2 düymə ilə gətirmək də mümkündür. Hətta biz də kopyalaya bilərik, amma mən yazmağı üstün tutacağam. Sizə də tövsiyəm bu HTML strukturunu hazır bir yerdən gətirmək yerinə, kopyalamaq yerinə özünüzün yazmağıdır. Gəlin yazaq. Bunun üçün mən, baxın burada yenə HTML məhkum edir, amma mən onu istifadə etməyəcəm. Onun yerinə özüm yazacağam. Doc type yazıram. Daha sonra isə bir növ bunu bağlayıram. Burada eyni zamanda boşluq qoyuram. Bura bu səhifənin HTML olduğunu bildirmək üçün HTML sözünü əlavə edirəm. Artıq birinci sətrimizi yazdıq. Bu sətri adətən etiket adlandırmırlar. Bu sadəcə səhifənin HTML səhifəsi olduğunu bildirmək üçün istifadə olunur. Yəni keçək indi digər kodlarımıza. Buradan sonrası daha rahatdır. Bu biraz standartlardan kənardır. Bundan sonrası isə bizim daha əvvəl öyrəndiklərimizlə əlaqəlidir. Misal üçün, bütün HTML səhifəsi HTML etiketinin içərisində yazılmalıdır. Bizim bir HTML adında deməli etiketimiz var. Həmin etiketi burada gəlin yazaq. Bunun üçün normal olaraq HTML etiketi yazıram. Böyük dir işarəsini qoyaraq onu bir növ bağlayıram. Daha sonra isə elementin bağlanış etiketi hissəsini yazıram. Əla, HTML elementimizi yazdıq. Baxın, burada da tanış olsaq, gördüyünüz kimi burada bir HTML etiketi var və bu orada açılır, burada bağlanır. Deməli, səhifədə bir növ ən üst mərtəbədə olan etiket HTML etiketidir. Burada bundan əlavə HTML etiketində səhifənin dilinin hansı dildə olacağını biz göstərə bilirik. Bunun üçün mən lang yazıram və burada Azərbaycan dilində olmasını qeyd edirəm. Əla, HTML etiketini daxil etdik. Daha sonra HTML etiketinin alt etiketi olan head və body etiketlərini yazacağam. Buradan da baxsaq, gördüyünüz kimi head etiketi var və body etiketi var. Bu iki etiketi də mən burada yenə yazacağam bu formada. Head etiketini yazıram, daha sonra body etiketini yazıram. Bu formada. Daha sonra hər ikisinin içərisində müəyyən kodlar yazacağım üçün burada boşluq qoyuram və buradakı boşluğu silirəm, çünki buradakı boşluğa ehtiyacım yoxdur. Strukturumuz olduqca doğru gedir. Hər şey qaydasındadır və gördüyünüz kimi çox sadədir. Bir HTML elementi var, onun içərisində 2 alt elementlər var. Bunlar da head və body elementləridir. Gəlin indi head elementinin və body elementinin nə üçün olduğundan danışaq. Head elementi səhifə haqqında əlavə məlumatları bildirmək üçün istifadə olunan kodları saxlayan etiketdir. Yəni head elementində yazdığımız kodlar, verdiyimiz məlumatlar, elementlər səhifədə bir növ görsənmir. Səhifənin əsas hissəsində, yəni bu hissəsində görsənmir. Bunlar başqa üçüncü tərəf proqramlar üçün lazım olan və ya browser üçün lazım olan kodlar olur adətən. Misal üçün, head elementinin içərisində olan etiketlərə title etiketini nümunə göstərmək olar. Title etiketi browserin bu yuxarı hissəsində, tab hissəsində gördüyünüz başlığı qeyd etmək üçün olan hissəsidir. Yəni biz də title etiketimizi yazaq və səhifəni yeniləyək, görək işə yarayacaq yoxsa yox. Bunun üçün burada title etiketini yazıram. Səhifəyə bir başlıq verəcəm biraz sonra, title etiketini eyni zamanda bağlayım. Bəli, indi isə səhifəyə gəlin başlıq adı verək. Səhifəmizin adı olsun, misal üçün abzas. Əla, bunu yazdıq. Daha sonra isə səhifəni bildiyiniz kimi daha əvvəldən autosave vasitəsilə yaddaşa vermiş olduq. Bu aşağıdakı etiketlərin isə bir növ kənarda qalmaması üçün onları buradan kəsirəm və body etiketinin içərisinə gətirirəm. Body etiketi brauzerdə səhifə render olunan zaman əsas hissədə görsənən elementləri saxlayan hissəsidir. Yəni head əlavə məlumatlar vermək üçün istifadə olunur. Body'də isə biz səhifənin əsas hissəsini yazırıq. Yəni brauzerdə görsənəcək, render olacaq hissəsini yazırıq. Buna görə də mən bizim daha əvvəlki kodumuzu gətirib bura qoyuram və səhifəni yaddaşa verirəm. Özü də autosave funksiyonallığı vasitəsilə artıq yaddaşa verib.
İndi keçək həmin səhifəyə yenidən baxaq. Səhifəyə baxırıq. Gördüyünüz kimi hər hansı bir dəyişiklik yoxdur. Amma indi biz açsaq səhifəni, daha əvvəl öyrəndiyimiz development modu vasitəsilə açsaq, burada artıq biz head elementimizi də görəcəyik. Burada müəyyən başqa kodlar da görəcəyik, title-ı görəcəyik və bundan əlavə biz biraz əvvəl title-ı qeyd etdik. Həmin o title-ın burada görsəndiyini də görə bilirik. Belə mən bu hissəni bağlayıram və geri VS koduma qayıdıram. Və burada daha əvvəl rəy formatına keçirdiyimiz etiketlərdən birini rəydən çıxardıram və yaddaşa verirəm və burada baxdıqda həmin etiket yenidən qayıtmış olur. Əla, biz bir növ artıq HTML strukturunu da öyrənmiş olduq. İndi isə nəzəriyyə bölməsinə qayıdaq və HTML strukturunun nəzəriyyəsi ilə biraz daha ətraflı tanış olaq. Burada doctype haqqında artıq danışdıq. Bu sətrin olması sənədin HTML5 olduğunu göstərir. Daha sonra HTML sənədin başlanğıcıdır. Lang as səhifənin dilinin Azərbaycan dili kimi təyin edir. Bəli, yəni bu formada lang atributu ilə biz səhifənin dilini müəyyən edirik və burada az yazmaq məcburiyyətiniz yoxdur. Səhifənin dili hansı dildirsə, o dili yaza bilərsiniz. Məsəl üçün ingilis dilindədirsə, bu formada yaza bilərsiniz. Head elementinə baxaq. Head elementi sayt haqqında texniki məlumatlar buradadır. Brauzerə görünmür. Biraz əvvəl dediyimiz kimi. Bundan əlavə burada meta adlı bir etiket də var. Meta etiketləri də adətən geniş istifadə olunur. Biz növbəti dərslərimizdə də öyrənəcəyik. Əlifbanın düzgün çıxması üçün lazımdır. Ümumiyyətlə bu meta etiketi gördüyünüz kimi atributu da var onun. Charset adında bir atributu var. Charset yəni karakter set mənasını verir və burada UTF-8 qeyd olunub. Bu bir növ əlifba ilə bağlı standartdır. Fərqli standartlar var. Biz əksər səhifədə bu standartı istifadə edirik. Və bu etiketi ora qeyd etməyimiz bu standartı istifadə etmək istədiyimizi bildirir. Title etiketindən artıq danışdıq. Səhifənin başlığıdır. Brauzerin tabında görünür. Body etiketi isə istifadəçiyə görünən məzmun burada yazılır. Bəli, deməli biz həm HTML etiketindən, head etiketindən və body etiketindən danışdıq. İndi isə keçək öyrənməli olduğumuz digər mətn elementlərinə. UL etiketi. UL etiketi unordered list mənasını verir. Nizamsız siyahı. İstifadə məqsədi maddələrin sırasız şəkildə, yəni nöqtələr bullet ilə göstərilməsi. Nümunə, burada gördüyünüz kimi UL etiketinin istifadə nümunəsi verilib. Baxın, bu indiyə qədər öyrəndiyimiz etiketlərdən biraz fərqlidir. UL etiketi adətən bir digər element olan li etiketi ilə bir yerdə istifadə olunur. Yəni li etiketi ilə də burada tanış olaq. Li list item, siyahı maddəsi mənasını verir. İstifadə məqsədi həm UL, həm də OL siyahılarında istifadə olunan maddələri göstərir. İstənilən UL və ya OL içindəki element kimi. Yəni misal üçün gördüyünüz kimi li etiketi UL və ya OL ilə istifadə olunur. İndi biraz sonra OL-in də nə olduğunu öyrənmiş olacaq. Gəlin elə indi üzərindən keçək. OL ordered list mənasını verir. Yəni bir növ hər ikisi siyahıdır, lakin biri sıra sayı olan siyahıdır. Yəni misal üçün 1 2 3 4 kimi sıralanır. UL isə sıra sayı olmayan, nizamsız şəkildə siyahıları göstərmək üçün istifadə olunur. Yəni hər hansı bir sıra yoxdur. A, B, C kimi sıra yoxdur. Sadəcə defis, nöqtə və ya buna bənzər başqa işarələrlə siyahını göstərir. Əla, öyrəndiksə gəlin indi praktik eləyək. Mən burada başlıq olan hissəni siləcəm. Ümumiyyətlə buradakı bu divi silmək istəyirəm. Və burada bir növ mənim indi stolumun üzərində olan əşyaların siyahısını qeyd etmək istəyirəm. Əvvəlcə mən bunu nizamsız formada qeyd edəcəm. Bunun üçün mənə UL listi lazımdır. Burada UL etiketi yazıram. Daha sonra UL etiketinin bağlanış etiketini də yazıram. İndi burada bir-bir elementləri yazmalıyam. Yəni ki, stolumun üstündə olan əşyaları hər birini li elementinin içində olmaqla yazmalıyam. Gəlin yazaq. Bir li etiketi yazıram. Daha sonra li etiketini bağlayıram və tabı basaraq bu elementi bir növ bura gətirirəm. Əla. İndi li elementinin məzmununa otaqda olan əşyalardan biri olan, misal üçün termosu qeyd edəcəm. Termos yazıram. Daha sonra digər elementləri bu formada qeyd etməliyəm. Gəlin sizə məhsuldarlıq üçün bir ipucu verim. VS Code-da hər hansı bir sətri kopyalamaq istədiyiniz halda, yəni ki, bir növ bu sətirdən bir dənə də ehtiyacınız olmaq istədiyi halda Ctrl-C edib, daha sonra digər sətrə keçib Ctrl-V edə bilərsiniz təbii ki. Lakin bundan daha yaxşı bir üsulu var. İndi isə sizə bu üsulu izah etmək istəyirəm. Bunu etmək üçün klaviaturadakı Shift və Alt düymələrini basılı saxlayırsınız. Əgər Mac istifadə edirsinizsə Shift və Option düymələrini basılı saxlayırsınız. Daha sonra klaviaturanın sağ hissəsində olan oxlar vasitəsilə yuxarıya və ya aşağıya kopya qoymaq istədiyinizi göstərirsiniz. Yəni ki, Shift Alt işarəsindən əlavə bir də ox işarələrindən birinə toxunursunuz. Misal üçün mən indi aşağı oxa toxunacağam və bununla da həmin elementdən, li elementdən bir kopyasını yaratmış olduq. Gəlin indi otaqda olan bir digər əşyanı burada qeyd edək. Misal üçün mənim otağımda olan, mənim stolumda olan digər bir əşya isə mikrofondur.
mikrofon qeyd edirəm. Əla, artıq 2 elementimiz oldu. Bu bizi UL-i müşahidə etməyimizə imkan verəcək saydadır. Ona görə gəlin yenidən biz brauzerə qayıdıb burada necə render olunduğunu görək, müşahidə edək. Və gördüyünüz kimi burada bizim termos və mikrofonumuz bu formada düzülüb. Baxın, unordered list bu formada bir düzülüşdür. İndi isə ordered listi yaratmaq istəyirəm. Siz özünüz unordered listi bizim yazdığımız kimi siz yaza bilərsiniz. Lakin mən kopya eləyərək bunu etməyi üstün tutacağam zaman qazanmaq üçün. Bunun üçün bütövlükdə bu hissəni seçirəm. Seçdikdən sonra yenidən bayaq etdiyim kimi Shift Alt işarəsinə basılı saxlayaraq aşağı oxa toxunuram. Artıq elementin bir kopyasını yaratmış olduq. Əla, indi burada isə bu elementləri OL ilə dəyişdirirəm və indi isə gedib baxsaq, həmin element brauzerdə 1-2 olaraq qeyd olundu. Bu dərsdə biz siyahı elementləri haqqında öyrənmiş olduq. Gəlin indi bir digər yazı elementimiz olan strong elementi haqqında öyrənək. Strong elementi hər hansı bir yazıda vurğunu göstərmək üçün istifadə olunur. Strong etiketi həm gələcəkdə öyrənəcəyimiz search engine optimization üçün istifadə olunur, həm də bir növ stil üçün də istifadə oluna bilər. Misal üçün, burada bir abzasımız var, bu bir abzasdır. Gəlin burada abzasdır sözünü daha qalın formada yazaq. Bunun üçün mən abzasdır sözünü seçirəm, nöqtə ilə birlikdə. Daha sonra Ctrl-X edirəm və burada strong etiketini yazıram və həmin strong etiketinin içərisinə strong sözünü düz yazmadıq. Strong yazmalıyıq, strong. Bəli. Daha sonra isə həmin elementin içinə abzasdır sözünü qoyuram. Yəni bir növ bu etiketin məzmunu olmuş olur abzasdır. Bəli, indi gedək baxaq görək brauzerdə necə görsəndi. Bəli, gördüyünüz kimi bu bir abzasdır yazısı buradadır və abzasdır sözü daha qalın formada yazılıb. Bu elementə yenidən nəzər salsaq, bizim bir div elementimiz var. Div elementimizin məzmunu paragraf elementidir. Paragraf elementinin məzmunu isə həm bu bir yazısıdır, həm də ki strong elementidir və strong elementinin məzmunu isə abzasdır. Biraz əvvəl öyrəndiyimiz UL və OL haqqında əlavə məlumat da vermək istəyirəm. Onun istifadə təyinatı ilə bağlı. UL və OL elementi təkcə burada gördüyümüz kimi formanı almaq üçün istifadə olunmur. Ümumiyyətlə, səhifədə bir siyahı varsa, yəni misal üçün 3 oxşar bir element varsa, o elementlər baxmayaraq ki özü mürəkkəb bir quruluşu olur, mürəkkəb bir etiketi olur, bu etiketlər bütövlükdə UL-in içərisində yazılır. Çünki bir növ biz brauzerə və eyni zamanda digər axtarış sistemlərinə və ya saytlarla işləyən digər sistemlərə çatdırmaq istəyirik ki, burada bir siyahı var. Baxmayaraq ki, belə bir görünüş olmaya bilər, orada tamamilə başqa bir görünüş ola bilər. Misal üçün 3 ədəd yan-yana bir şəkil olmuş ola bilər. Biz yenə də orada UL-i və OL-i istifadə edə bilərik. Bunu da ağlınızda saxlamaqda fayda var. Gələcəkdə çünki tətbiq edərkən görəcəyik. Bu dərslik bu qədər. Növbəti dərsimizdə HTML haqqında öyrənməyə davam edəcəyik.